Bugün əlimizdə sizin göndərdiyiniz çox maraqlı bir material var. Zbigniew Bjezinskinin 1997-ci ildə yazdığı, demək olar ki, əfsanəvi böyük şahmat taxtası. Soyuq müharibə bitib, Sovyet İttifaqı dağılıb və bütün dünya, yəni nəfəsini tutub soruşur, bəs indi nə olacaq? Bjezinski məhz bu suala cavab verməyə çalışır. Bizim missiyamız isə bu mürəkkəb geostrateji oyunu anlamaqdır. Bu şahmat taxtası haradadır, fiqurlar kimlərdir və ən əsası oyunun qaydaları nədən ibarətdir? Bəli, bu sadəcə bir kitab deyil. Bu 90-cı illərin sonunda Amerikanın dünyaya baxışının, belə deyək, bir növ manifestidir. Bjezinskinin əsas argumenti çox cəsarətlidir. Tarixdə ilk dəfə Avrasiya qitəsindən kənar bir dövlət, yəni ABŞ, bütün dünyanın tək və sözsüz liderinə çevrilib. Bugünkü söhbətimizdə biz məhz bu yeni reallığın dərinliyinə inəcəyik. Bu hegemonluq necə qurulub və Bjezinskiyə görə Amerika öz liderliyini qorumaq üçün bu nəhəng şahmat taxtasında hansı gedişlər etməlidir? Məni həmişə düşündürən bir sual var. ABŞ necə oldu ki, cəmi bir əsr ərzində dünyanı idarə edən bir gücə çevrildi? Roma imperiyasının qurulması əsrlər çəkdi. Britaniya imperiyası da elə. Mənbə bu inanılmaz sürətli yüksəlişi necə izah edir? Çox doğru sualdır. Kitabda vurğulanan əsas məqam budur ki, bu, həqiqətən də qeyri-adi dərəcədə sürətli bir proses olub. Bjezinski başlanğıc nöqtəsi kimi 1898-ci il İspan-Amerika müharibəsini götürür. Bu, ilk baxışdan kiçik bir müharibə kimi görünə bilər, amma ABŞ-ı ilk dəfə öz qitəsindən kənara, Sakit Okeana, hətta Filipinə qədər apardı. Sonra isə iki dünya müharibəsi gəldi. Bu müharibələr Avropanın köhnə imperiyalarını, yəni darmadağın etdi, ABŞ isə həm iqtisadi, həm də hərbi cəhətdən gücləndirdi. Təsəvvür edin ki, Birinci Dünya müharibəsi ərəfəsində ABŞ tək başına dünya ÜDM-nin təxminən 33%-ni istehsal edirdi. Bu, ağlasığmaz bir rəqəmdir. 33%? Bəli, prosesin zirvəsi isə əlbəttə ki, Sovet İttifaqının süqutu oldu. Yaxşı, bəs bu gücü Roma və ya Britaniya imperiyalarından fərqləndirən nədir? İlk baxışdan elə gəlir ki, bu da sadəcə başqa bir dominant gücdür, elə deyilmi? Sadəcə adı fərqlidir. Xeyr, bax, Bjezinskinin argumenti odur ki, fərq fundamentaldır və idarə etmə üsulundadır. Roma birbaşa fəth edirdi, əraziləri ilhaq edirdi, Britaniya müstəmləkələr qururdu, ABŞ isə birbaşa nəzarətdən daha çox özünün qurduğu qlobal bir sistem vasitəsilə təsirini həyata keçirir. Necə yəni? Qlobal sistem? Bu sistemin bir neçə sütunu var. Birincisi, NATO kimi hərbi alyanslar, bu sadəcə bir müdafiə paktı deyil, Amerikanın hərbi gücünü Avropanın mərkəzinə yerləşdirmə vasitəsidir. İkincisi, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumlar, bunlar da Amerikanın iqtisadi qaydalarını bütün dünyaya yayan alətlərdir. Bir dəqiqə, bu sadəcə daha dolaylı bir nəzarət üsulu deyilmi? Məsələn, Dünya Bankı və ya BMF vasitəsilə iqtisadi təzyiq göstərmək, birbaşa ordu yeritməkdən daha yumşaq olsa da, nəticədə yenə də bir nəzarət formasıdır axı. Çox yaxşı məqama toxundun, bəli, bu da bir nəzarət formasıdır. Amma burada Bjezinski çox maraqlı bir termin işlədir. Co-optation, yəni öz tərəfinə çəkmə. Öz tərəfinə çəkmə. Bəli, bu sadəcə məcbur etmək deyil. Bu, məğlub etdiyin rəqibləri, məsələn, İkinci Dünya müharibəsində darmadağın etdiyin Almaniya və Yaponiyanı öz yaratdığın sistemin bir hissəsinə, hətta tərəfdaşına çevirmək sənətidir. Onlara sistem daxilində o qədər fayda verirsən ki, sistemi dağıtmaqdansa onu qorumaqda maraqlı olurlar. Aydındır. Buna Amerikanın yumşaq gücünü, Hollywood filmlərini, musiqisini, demokratik idealların cazibəsini də əlavə etsək, tam mənzərə yaranır. Bu, klassik imperiyalardan çox fərqli bir modeldir. Deməli, oyunun qaydaları tamamilə fərqlidir. Onda gələk oyunun oynandığı məkana. Böyük şahmat taxtası ifadəsi, güman edirəm məhz burada dövriyə girir. Niyə məhz Avrasiya? Niyə Afrika və ya Cənubi Amerika deyil? Tamamilə doğru. Bjezinski üçün cavab bir mənalıdır. Avrasiya dünyanın geosiyasi ürəyidir. Rəqəmlər hər şeyi deyir. Dünya əhalisinin 75%, qlobal ÜDM-in 60%
və dünyanın təsdiqlənmiş enerji ehtiyatlarının 4/3-ü bu nəhəng quru parçasındadır. İnanılmaz rəqəmlərdir. Bəli, onun tezisi çox kəskin və sadədir. Avrasiyaya nəzarət edən dünyaya nəzarət edər. Tarix boyu bütün dünya gücləri, Roma, Çingizxan, Britaniya, Rusiya, hamısı bu qitəyə hökmranlıq etmək üçün mübarizə aparıblar. İndi isə ilk dəfə olaraq bu qitədən kənar bir güc dominantlıq edir. Buna görə də Amerikanın bir nömrəli geostrateji məqsədi çox aydındır. Avrasiyada ona meydan oxuya biləcək tək bir rəqib gücün yaranmasının qarşısını almaq. Bu şahmat taxtasını daha dərindən anlamaq üçün fiqurları tanımalıyıq. Mənbədə iki maraqlı anlayış var. Geostrateji oyunçular və geosiyasi oxlar. Bunlar nə deməkdir və aralarındakı fərq nədən ibarətdir? Biri o birindən daha vacibdir. Bu çox incə bir bölgüdür və sadəcə güclə bağlı deyil. Geostrateji oyunçular Brzezinski bu sıraya Fransa, Almanya, Rusiya, Çin və Hindistanı daxil edir. Status quo-nu dəyişdirmək üçün həm gücü, həm də iradəsi olan fəal dövlətlərdir. Yəni oyunu quranlar. Bəli, onlar öz strategiyalarına qura, qonşularına təsir edə bilirlər. Geosiyasi oxlar isə fərqlidir. Bura Ukrayna, Azərbaycan, Cənubi Koreya, Türkiyə və İran kimi ölkələr daxildir. Onlar bəlkə də oyunçular qədər güclü deyillər, amma həssas coğrafi mövqelərinə görə tale-ölkülü rol oynayırlar. Necə yəni? Onların bir hərəkəti, bir seçimi bütün taxtadakı vəziyyəti kökündən dəyişə bilər. Yəni, bir oxun tərəf dəyişməsi güclü bir oyunçunun məğlubiyyətinə səbəb ola bilər. Çox maraqlıdır və diqqət etdim ki, Çin də oyunçular siyahısındadır. Brzezinski onu 90-cı illərdə necə görürdü? Yəqin ki, bugünkü qlobal rəqib kimi yox. Dəqiq. O dövrdə Brzezinski Çini daha çox yüksələn bir regional güc, böyük iqtisadi potensiala malik, lakin hələ qlobal ambisiyaları tam formalaşmamış bir oyunçu kimi təsvir edirdi. O, Çinin gələcəkdə böyük bir gücə çevriləcəyini proqnozlaşdırır, amma kitabın yazıldığı dövrdə əsas fokus Avropa və Rusiyadır. Bu məqama söhbətimizin sonunda mütləq qayıdacağıq, çünki bu ən böyük dəyişikliklərdən biridir. Yaxşı, gəlin onda Avropadan başlayaq. Brzezinski onu demokratik körpü başı adlandırır. Çox güclü bir tərifi var. Bu, Amerikanın Avrasiya sahillərində qurduğu bir desant meydançası kimidir. Və bu meydançada Fransa ilə Almaniyanın rolu nədir? Onlar həmişə eyni fikirdə olmurlar axı. Körpü başı ideal tərifdir. Bu, Amerikanın siyasi və hərbi təsirinin Avrasiyanın dərinliklərinə nüfuz etdiyi bir başlanğıc nöqtəsidir. NATO bu körpü başının polad skeletidir. Bəli. Amma Avropanın özünün iki əsas memarı var və onların motivasiyaları Brzezinskiyə görə tamamilə fərqlidir. Fransa Avropa İttifaqı vasitəsilə öz keçmiş qlobal əzəmətini bərpa etmək istəyir və ABŞ-ın təsirinin azaldığı, daha çox Parisin sözünün keçdiyi bir Avropa arzuluyur. Almaniya isə tamamilə başqa yerdədir. Almaniya üçün Avropa inteqrasiya, İkinci Dünya müharibəsinin dəhşətlərindən sonra öz tarixi, xilası, yəni günahlarından təmizlənməsi deməkdir. Deməli, onlar üçün təhlükəsizlik daha önəmlidir. Tamamilə. Buna görə də onlar üçün ABŞ-ın sıx əlaqələr və NATO təhlükəsizliyin əsas qarantıdır. Deməli, Amerikanın strategiyası bu iki fərqli ambisiyanı balanslaşdırmaqdır. Bir tərəfdən Fransanın müstəqillik cəhdlərini cilovlamaq, digər tərəfdən Almaniyanı öz orbitində saxlamaq və eyni zamanda NATO-nu şərqə doğru genişləndirmək. Bu, bir növ körpü başını daha da böyütmək deməkdir. Tam olaraq. Və bu genişlənmə bizi şahmat taxtasının növbəti vacib xanasına gətirir. Deməli, Avropa Amerikanın Avrasiyadakı etibarlı forpostudur. Amma hər forpostun bir cəbhəsi olur. Bu demokratik körpü başının şərqində nə var? Güman edirəmsə, Brzezinskinin qara delik adlandırdığı Rusiya məhz burada oyuna daxil olur. Bu ad kifayət qədər dramatik səslənir. Yəqin ki, kosmosdan danışmırıq. Xeyr, kosmosdan danışmırıq, amma nəticə olaraq bənzərlik var. Sovet İttifaqının süqutu nəhəng bir imperiyanı məhv etdi və Avrasiyanın mərkəzində təxminən 11 saat qurşağını əhatə edən bir ərazidə böyük bir güc boşluğu, vakum yaratdı. Aha. Brzezinski bunu bara dəlik adlandırır. Bu təkcə siyasi bir boşluq deyil, həm də ideoloji və psixoloji bir boşluqdur. Rusiya post-imperiya böhranı yaşayır. Onun sərhədləri harada bitir? Onun kimliyi nədir?
O, Avropanın bir hissəsidir, yoxsa ayrı bir sivilizasiyadır? Dəqiq olaraq. Və Bejinski o zaman qeyd edirdi ki, Rusiyanın 3 yolu var idi. Qərblə tam tərəfdaş olmaq, öz yaxın xaricinə, yəni keçmiş Sovet respublikalarına fokuslanmaq, ya da Çin və İranla birləşib anti-ABŞ koalisiyası yaratmaq. Lakin onun fikrincə, 90-cı illərin reallığında bu seçimlərin heç biri tam olaraq realist değildi. Və bu kimlik axtarışının mərkəzində deyəsən, mənbə bir ölkəni xüsusi olaraq qeyd edir, Ukrayna. Bejinski onu bu şahmat taxtasının ən kritik xanalarından biri kimi təqdim edir. Onu bu qədər vacib edən nədir? Coğrafiyası, resursları, yoxsa başqa bir şey? Bejinski üçün Ukrayna sadəcə bir ölkə deyil, əsl geosiyasi oxdur. O, çox kəskin və demək olar ki, peyğəmbərcəsinə bir düstur irəli sürür. Ukraynasız Rusiya bir daha Avrasiya imperiyası ola bilməz. Çox güclü ifadədir. Bəli, və buradakı fikir sadəcə ərazi itkisi deyil, onun analizi daha dərindir. Bejinski deyir ki, Ukraynanın müstəqilliyi Rusiyanın bütün kimlik anlayışını dəyişməyə məcbur edir. Əgər Rusiya Ukraynaya nəzarət edərsə, o özünü yenidən Slavyan pravoslav dünyasının mərkəzi, şərqə və cənuba doğru genişlənən bir imperiya kimi görəcək. Amma Ukrayna müstəqil olarsa və qərbə doğru yönələrsə, Rusiya bu imperiya seçimindən məhrum olur və məcburən daha çox Avropaya bənzəyən bir milli dövlətə çevrilmək barədə düşünməli olur. Yəni, Ukrayna Rusiyanın gələcək trayektoriyasını müəyyən edən bir açardır. Tam olaraq. Bu, həqiqətən də çox dərin təhlildir. Yəni, Ukraynanın müstəqilliyi təkcə Ukraynanın özü üçün deyil, həm də Rusiyanın öz gələcəyini necə təsəvvür etməsi üçün həlledicidir. Və kitabda daha bir maraqlı termin var. Avrasiya Balkanları. Bu ifadə dərhal təhlükə hissi yaradır. Bu haradır və niyə bu qədər təhlükəli hesab olunur? Bu, Qafqaz və Mərkəzi Asiya regionuna verilən addır və siz tam haqlısınız, bu ad təsadüfi seçilməyib. Bjezhinski burada birbaşa paralellik aparır. Balkanlar, yəni Birinci Dünya müharibəsinin başladığı yer. Bəli, Avropanın barıt çəlləyi. Niyə? Çünki orada 3 amil birləşmişdi. Dərin etnik və dini münaqişələr, Osmanlı və Avstriya-Macaristan imperiyalarının süqutundan sonra yaranan güc boşluğu və böyük qonşuların regiona nəzarət uğrunda gərgin rəqabəti. Bjezhinski deyir ki, 90-cı illərdə Qafqaz və Mərkəzi Aziyada eyni vəziyyət yaranıb. Çoxsaylı etnik münaqişələr, Sovet İttifaqının süqutundan sonra yaranan güc boşluğu və 3 böyük qorşunun Rusiya, Türkiyə və İranın nüfuz uğrunda amansız mübarizəsi. Eyni resept demək olar ki. Bəli, bu 3 amilin birləşməsi regionu son dərəcə qeyri-sabit bir məkana çevirir. Yəni, Bjezhinski faktik olaraq deyir ki, bu region növbəti böyük münaqişə ocağı ola bilər. Bəs bu rəqabətin əsas səbəbi nədir? Bu yeni böyük oyunda mükafat nədir ki, bu qədər gücü cəlb edir? Əsas mükafat regionun nəhəng enerji ehtiyatlarıdır, Xəzərin nefti və Mərkəzi Asiyanın qazı. Amma əsl mübarizə bu ehtiyatlara sahib olmaqdan daha çox onlara çıxışa, yəni boru kəmərlərinə nəzarət uğrunda gedir. Aydındır. Kim borulara nəzarət edirsə, o regionun iqtisadi və siyasi taleyinə nəzarət edir. Baxın, Rusiya Sovet dövründən qalan monopoliyasını qorumağa çalışır və bütün marşrutların şimala öz ərazisindən keçməsini istəyir. Digər güclərsə ABŞ-ın dəstəyi ilə Türkiyə və Avropa Rusiyadan yan keçən alternativ marşrutlar axtarır. Və məhz bu nöqtədə, deyəsən Azərbaycan adlı başqa bir geosiyasi ox ön plana çıxır. Bjezhinski ona çox maraqlı bir tərif verir. Şüşənin tıxacı. Bəli, bu çox güclü bir metafordur. Təsəvvür edin ki, Xəzər dənizi və bütün Mərkəzi Asiya nəhəng neft və qazla dolu bir şüşədir. Əgər bu şüşənin ağzındakı tıxac, yəni Azərbaycan, Rusiyanın nəzarətində olsa, bütün bu sərvət yalnız bir istiqamətdə şimala doğru axa bilər. Rusiya bu krantı istədiyi vaxt açıb bağlaya bilər. Aydındır. Amma əgər Azərbaycan müstəqildirsə və qərbə doğru alternativ boru kəmərlərinə, məsələn Bakı-Tbilisi-Ceyhan kimi layihələrə açıqdırsa, o zaman bu tıxac çıxarılır və Mərkəzi Asiyanın da enerji resursları dünya bazarlarına çıxış əldə edir. Deməli, Azərbaycanın müstəqilliyi təkcə özü üçün deyil, bütün region üçün həyati əhəmiyyət daşıyır. Bjezhinskinin strategiyasında tam olaraq belədir. Bu, təkcə bir ölkənin taleyi deyil, bütün regionun Rusiyanın təsirindən azad olması üçün həlledici amildir.
Beləliklə, Brzezinskinin 1997-ci ildə çəkdiyi bu mənzərəyə görə, ABŞ-ın qlobal liderliyi onun Avrasiyadakı bu mürəkkəb oyunu necə idarə etməsindən birbaşa asılıdır. Bu sadəcə güc nümayişi deyil, bir növ dirijörlük sənətidir. Strateji oyuncuları balanslaşdırmaq, geosiyasi oxları öz tərəfində saxlamaq və heç bir rəqibin bütün taxtaya hökmranlıq etməsinə imkan verməmək. Tamamilə doğrudur. Əsas ideya geosiyasi pluralizmi təmin etməkdir. Yəni, Avrasiyada ABŞ-a alternativ ola biləcək tək bir gücün, istər Rusiya olsun, istər Çin, istərsə də Almaniya-Rusiya ittifaqı yaranmasına yol verməmək. Regionda bir neçə güc mərkəzi olduğu müddətcə, ABŞ həmişə aralarındakı balansı tənzimləyən, arbitraj rolunu oynayan əsas xarici güc olaraq qalacaq. Aydındır. Mənbənin əsas mesajı budur. Amerikanın Avrasiyadakı mövqeyi onun qlobal hegemonluğunun təməl daşıdır. O təməl sarsılarsa, bütün bina çökə bilər. Bu, həqiqətən də heyrətamiz bir analizdir. Amma kitab təxminən 30 il əvvəl yazılıb. Söhbətimizin əvvəlində toxunduğumuz kimi, Brzezinski Çini yüksələn, amma hələ ki regional bir güc kimi təsvir edirdi. Bugün isə vəziyyət tamamilə fərqlidir. Bu məni yekun bir sual üzərində düşünməyə vadar edir. Sizin üçün, bizim dinləyicimiz üçün. Əgər Brzezinski bu böyük şahmat taxtasını bugün yenidən çəksəydi, öz-özlüyündə bir super gücə çevrilmiş Çini hansı figur kimi təsvir edərdi? Artıq sadəcə bir oyunçu, yoxsa bəlkə də taxtanın o biri tərəfində oturan ikinci bir oyunçu? Və bu yeni, güclü figur hansı xanaları daha çox təhdid edərdi?